Axşamınız xeyir olsun dəyərli yoldaşlar. Bugün biz sizlə Startup tipli testlərdən provisionlara baxacağıq. Başlayaq birinci sualdan, oxuyaq, tanış olaq. According in IFRS 37, provision, contingent liability and contingent asset, which two of the following statement are associated with a provision? Aşağıdakı verilənlərdən belə deyim, hansı ikisinin provisionla bağlı olmasını bizdən soruşur. Birə baxaq. A possible legal or constructive obligation exist. Possible mümkündür də, mümkün hüquqi və ya konstruktiv öhdəliyin olması. Xeyr. There is a liability of uncertain timing or amount. Bu zaten provision tərifidir. The reliable estimated of the cost can be obtained. Digər variantımız budur. An obligation will exist as a result of future transaction or event. Gələcək əməliyyatlar və hadisələrin nəticəsində öhdəlik yaratmağı söyləyir. Xeyr, gələcək əməliyyat və hadisələr haqqında deyil də provision. Belə deyim, baş vermiş hadisəyə uyğun olaraq biz provision yaradırıq da. Yəni bunun gələcəklə heç bir bağlılığı yoxdur. Baxaq, birinci sualımızın cavabı doğrudur. Keçək ikinci sualımıza. İkinci sualımızda nə deyir? Sven provide a 12 months warranty on his product. 12 aylıq garanti verir öz məhsuluna təqdim edir. During the year end 2016, Sven decide a comply with IFRS 37 and make a warranty provision. In his financial statement, öz hesabatında, maliyyə hesabatında qərar alır ki, garanti üçün provision yaratsın. In previous year, the cost of repairing or replacing goods and warranty has been equivalent to 5% of sales. Satışlarının 5% qədər yaradır. Sales during 2016 were 32.000 and forecast sales for 2017-ci ildə 54.000-dir. What amount should be charged to the statement of profit or loss in respect of the warranty provision for the year end 31 dekabr 2016 və 2017. 16 və 17-ci ildə nə qədər yazmalıdır provision? Ona baxaq. 2016 və 2017-ci illərimizi qeyd edirik. Buradan bunu qabağına yazım, yer. Bu bizim illərimizdir. Satışlarımızı yazırıq bunun aşağısından. 32.000 və 54.000 qədər satışımız var. Şərtdə deyilir ki, 5% qədər provision yaratmalıyım. 32.000-in 5% qədər provision yaradıram və yəni mənim həmin il hesabatımda bu qədər görsənməlidir. Bu ildə isə mənim hesabatımda 2700 qədər görsənməlidir. İndi birinci il yaradanda ikili yazılışı necə vermişdik? Debit expense, credit provision. Provision kredit hesabda demişdik. Credit provision yazdıq 1600. İndi biz ikinci il bunu 2700-ə tamamlamalıyıq. Yəni birinci il bizim 1600 qədər varımızdır. Onda bizim burada fərqimiz nə qədər qalır? Baxın 2700-dən 1600-ə çıxmışam. Mənim fərqim 1100 qədərdir. Birinci il yazırsan debit expense, credit provision. Birinci il yazırsan debit, credit. Birinci ildə yazırsan debit expense, credit provision. Birinci ildə yazırsan 1600 qədər. Gedir maliyyə hesabatında expense düşür, administrativ expense-lərin içinə, provision da gəlir düşür orada liability-lərin içərisinə, current liability-lərin içərisində təsnifləşdirirsən. İkinci ilimdə eyni ikili yazılışı verəsən, verirsən. Amma bu ikili yazılışı, belə deyim, 2700 üçün vermirsən. Bizim birinci ildə hesabatımızda 1600 qədər var. İkinci ilimizdə biz bunu 1100 üçün veririk ki, bu gəlsin, tamamlasın bizim rəqəmimizi, eləsin 2700 qədər. Yəni dərs prosesinin izahında biz bununla sizlə ətraflı danışmışdıq. Birinci il verəcəyim ikili yazılış budur, ikinci il verəcəyim ikili yazılışsa budur. Deməli, birinci ildə provision'ın 1600-dür, ikinci ildə provision'ın 1100 qədər qeyd edilməlisən. 2700 qeyd etmirsən. Baxın, variantda 2700 ilə verib bizi çaşdırmaq üçün. Cavabımız doğrudur. Keçək bir növbəti sualımızın izahına. Bir növbəti sualımızda deməli, şərtlə oxuyaq, tanışaq. For each of the following statement concerning potential liability indicate whether they should be classed as a provision
a contingent liability or neither. Harada təsnifləşdirəcəyimizi soruşur. A customer is claiming damage for sleeping outside Rashid's shop. His solicitor believes the claim is unlikely to success. Deməli, deyir ki, onun hüquqşünası uğur qazanacağını ehtimal etmir. Yəni, uğur qazanacağına ehtimal çox azdır. Bu, nə provision qeyd edirsən, nə də contingent liability kimi qeyd edirsən də bir növü remote-dur, 0.5% kimi. Heç bir tərəf heç nə tanımır. A new product has been released into the market by Rashid. He is aware that there are some faults with the product and expected on files to be returned. Onun Rashidin yeni bir məhsulu var və bu məhsul gözlənir ki 10% return olunsun da, geri dönüş olsun bu məhsulun satışından. Onun üçün sən məcbursan ki, provision yaradasın. Cavabımız doğrudur. Keçək 4-cü sualımızın izahına. Rock's business is being sued by one of its former employees who claims that the business was negligent in preventing exposure to poisonous chemical. The legal action is ongoing and Rock's lawyer has advised that they will probably be fined a sum in the region of 500.000. This is likely to take longer than 12 months until is settled. Deməli, bizdə 4 hal var da demişdir. Remote, possible, probable. Probable olduğu halda provision tanıyırdın, tamam mı? Baxın, şərtdə bizə özü deyir. Və 500.000-dir məbləğimiz. İndi nə yazırdıq? Yazırdıq debit expense, credit provision yazırdıq. İndi bir məsələmiz var. Baxın, debit expense 500.000, credit current liability provision da var. Debit expense 500.000, credit non-current liability provision da var. Bunun hansını qeyd eləyək? Deməli deyir ki, baxın, to take longer than 12 aydan çox olur. Yəni 12 aydan uzun müddətlidirsə, sən bunu harda qeyd edirsən? Non-current liability'lərin içərisində təsnifləşdirirsən. Debit expense, credit provision yazırdıq. Non-current liability olaraq. Tamam, 4-cü sualımız da doğrudur. Keçək bir növbəti sualımızın izahına. Bir növbəti sualımızda following the year and an employee had a serious accident at work. He immediately brought a legal case against his employer. ZCO's legal expert has confirmed that the employer has a good case and the material settlement is likely within 12 months. Və should this event be recognized in the financial statement and if so, in what way? Yolu nədir? Deməli, baxaq variantlarımızla tanış olaq. Deyir ki, iş yerində bir işçi ağır qəzaya uğradı və dərhal işə götürən tərəfindən məhkəmə işi qaldırıldı. ZCO'nun hüquqşünasları, hüquq ekspertləri işçinin yaxşı işinin olduğunu və bunun, belə deyim, 12 ay ərzində maddəlinin mümkünlüyünü elədi və aşağıdakı variantlardan hansının doğru olmasını istəyir bizdən. 5-də bir variantlarımızı oxuyaq, görək bizdən nə istəyir variantlarımızda. Deyir ki, this is an adjust event, so the full likely settlement should be provided for the current liability. Bu bir növü deməli düzəliş kimi nəzərdə tutulur və tam ehtimal edilən ödəniş, belə deyim, cari öhdəliklərdə nəzərdə tutulmalıdır. Yox. This is an adjust event, so the notes to the account should be adjust to disclose this event. Bu üçün hesablardakı qeydlərə düzəliş olunmalıdır. Yox. This is non-adjusting event, but it must be disclosed in the notes to the financial statement. Bu non-adjust olunmalıdır və bir növü disclosure notlarda qeyd olunmasını istəyir bunun bizdən. Bu doğrudur. Baxın, doğru cavabımız budur. Keçək 6 nömrəli testimizin izahına. Which of the following piece of information would be included in the disclosure note about provision?
Altda deyir hansı disclosure notlara daxildir provision haqqında. Description of the nature of provision bir budur. Percentage likelihood provision being used to the following 12 months yox. Carrying amount of the beginning of the period. Periodun əvvəlində daşıdığı dəyər. Bunu da qeyd etmək lazımdır. Cavablarımızın biri də budur. Keçək bir növbəti sualımızın izahına. Anna's business is being sued by a customer for using. Her lawyer has informed her that there is only a 35 chance that the claim will be success. 30%-ni toplayacağını ümid eləyir və how should Anna treat this matter in her financial statement. 7-də deməli baxın bizdən 30% deyir. Bu bir növ possible-dır da. Yəni possible olanda sən bunu harda qeyd edirdin? Sadəcə disclosure notlarda qeyd edirdin də. Zərər çəkən və zərər verən tərəf var idi. She should disclose matter in the notes in the financial statement. Sən bunu yalnız disclosure notlarda qeyd edirdin. Remote possible ikinci hal idi. Yəni probable-a gəlib çatmamışıq ki, 50%-in üzərində deyil ki, biz bunun üçün provision tanıyaq. Keçək bir növbəti sualımızın izahına. 8 nömrəli testdə at the start of the year, Rashid statement of financial position has a warranty provision in current liability of 40.000. At the end of the year, Rashid believes his warranty provision should be 36.000 olacağına inanır və bizdən bunun ikili yazılışını istəyir. Normalda ikili yazılışı necə verdik? Biz dedik ki, debit expense, credit provision'dır, düzdür? İndi bu provision artacağı təqdirdə də, yəni provision kredit hesabdır. Baxın, bu ikili yazılışı götürək. Götürək qoyaq bura. Provision kredit hesabdır da bizdə, düzdür? Bu ikili yazılışı vermirsən, provision artacağı təqdirdə. İndi biz provisionu azaltmaq istəyiriksə, yəni bu verdiyimiz ikili yazılışın bir növü tam əksini verəcəyik. Debit olacaq provision, credit olacaq expense, düzdürmü? Və 40.000-dən 36.000-ə endirmək istəyirik. Ortalıqda 4.000 fərq var. Bu variantlara baxmırsan, bu iki variantdan biri olacaq. Və deyəsən ki, credit expense 4.000. Doğru cavabımız olacaq debit provision 4.000 və credit expense 4.000 şəklində. Current liability provision 4.000, credit expense 4.000. Cavabımız doğrudur. Keçək bir növbəti sualımızın izahına. 9 nömrəli test oxuyaq, tanış olaq. Finn has brought a legal case against a competitor who has allegedly copied Finn's product. Finn believes he is entitled to damage of at least 150.000, but his lawyer has advised that the claim is at best probable and more likely only possible. Bunun ən yaxşı halda probable olacağını və ehtimal olunur ki, possible olsun. Bunu toplayır. İndi biz nə etməliyik? 9 nömrəli testdə. How should Finn treat this issue in the financial statement? Necə rəftar eləyəcəyini soruşur. Baxın, burada bizdən possible olacağını deyir və possible olacağı təqdirdə he should not include it as an asset or disclose. It's because it's only possible. Doğru cavabımız olur bu. Remote possible olan halda. Sən bunu elə bir ki, orada daxil etmirsən də, provision tanımırsan. Provision kimi olmaz. Sadəcə disclosure notlarda tanıyırsan. 9 nömrəli testimiz doğrudur. Keçək bir növbəti sualımızın izahına. A customer of Pern claims that on 22 Mart 2016 a fault in a product sold by Pern caused damage to its production line. The customer is seeking damage of 85.000. Pern has accepted liability and offered to pay 40.000 to repair the damage. The customer has refused this offer. The matter will be settled in a court case which is scheduled for July 2017.
firm's legal representative was indicate that the court is almost certain to accept the customer's claim for 85.000. How should this matter be dealt with in firm financial statement for the year 30 April 2016? Özünü necə aparacağını soruşur. Deməli deyir ki, Pern'ın müştərisi iddia edir ki, Pern ona satdığı məhsul tərəfindən ona 85.000 qədər ziyan dəyib və Pern bunu qəbul edərək ona 40.000 təzminat ödəməyi ötəyinə götürür. Lakin müştəri bunu istəmir və belə deyim, qarşı tərəfin vəkili onun məhkəmədə 85.000 təzminat alacağını, yəni təzminatın təsdiqlənəcəyinə tam əmin olduğunu bildirir. Onda bu bir növü probable olan ehtimaldır. Yəni sən bunun üçün provision mütləqdir ki, tanıyasan. Non-current liability şəklində buna bir provision tanıyırsan. Bir növbəti sualımızla oxuyaq, tanış olaq. Deməli, 16 Mərc 2017-ci ildə there was a fire in Tingle factory. Tingle incurred 125.000 in repairing the damage as Tingle had insurance cover. 125.000 was reported as a receivable in the draft financial statement for the year to 30 April 2017. In May 2017-ci ildə the insurance company advised that due the non-compliance with the terms of insurance contract, only 12.500 of the repair cost would be reimbursement. Which of the following is correct account treatment for the repair cost in the financial statement for the year to 30 April 2017? Deyir ki, 6 Mart 2017-ci ildə Tingle'ın fabrikində olan yanğın nəticəsində ona zərər dəyir və 125.000 yenidən bərpa işlərinə onun belə deyim 125.000-ə başa gəlir onun yenidən bərpa işləri və onun sığortası olduğu üçün bu bir növ 125.000 özündə alacaq kimi qeyd edilir. Amma öz hesabatında, financial statementində alacaq kimi göstərir və onun sığortası sığorta kontrakt müqavilələrinin, yəni şərtlərinin tam təmin olunmadığını əsas gətirir və ona 12.500 qədər təminat verir. Onda bu məbləğin özünü onun statementində necə aparacağına, hesabatına necə aparacağına baxırsan, sənə gələn pul nə qədərdir? 12.500-dür. Bir növ sənin receivable-ın 12.500 olacaq və yerdə qalan digər məbləğ, yəni 112.500 isə sən expense-ə silməlisən burada. Doğru cavab onda olur D bəndi. Bəli, cavabımız doğrudur. Keçək bir növbəti sualımıza. Deməli, at the reporting date, reporting tarixində future obligation transfer economic benefits may be classified. Aşağıdakılardan hansı kimi təsnif olunacağını soruşur. Deyirsən ki, liability hesabatda görsəni, provision hesabatda görsəni, contingent liability isə sən sadəcə disclosure notlarda görə bilərsən. Yəni, hesabatın əsl üzündə görmürsən, sadəcə notlarda görürsən. Onda financial position da görünür buradan birinci və ikinci variantlarımız sadəcə olaraq. Cavabımız doğrudur. Bir növbəti suala baxaq. Bir növbəti sualımıza baxaq. Blackhawk guarantee his customers they are eligible for full refund for goods returned within 14 days. He provide for sales return of 7500 on 31 dekabr 2011-ci ildə. The following year end he estimated that the provision should be 8000 olsun. Deməli, onun belə deyim, birinci provision 7500 idi və sonra onu 8000-ə qaldırmaq istəyir. What's the amount to be included Blackhawk statement financial position for the movement in provision of sales return? Hərəkət necə olacaq? Nə demişdik? Demişdik debit expense, credit provisiondur və 7501-ci ildə var. Sən bunu ikinci il 8000-ə tamamlamaq istəyirsənsə, sən debit expense 8000, credit provision 8000 yazmayacaqsan, birbaşa 500 qədər yazırsan. Yəni 7500 yerində qalır və sən bunu 500 qədər provision artırasın. Tamam, 13-cü sualımız doğrudur. Keçək bir növbəti sualımızın izahına. Deməli, Inspire is a defendant, Inspire'ın bir növ vəkilləri in a patent infringement lawsuit. Inspire lawyers believe that there is a 35% chance that the court will dismiss the case and Inspire will not
have to make any payout. However, if the court rules in favor of the claimant, they believe that there is 25 cents that Inspire will be required to pay damage of 200.000 and 85 cents that damage will be 100.000. The court is expected to rule sometime in 2017 yılda, and there is no indicate that the claimant will settle out of court. What is the best estimated of the provision for the lawsuit that should be recognized in Inspire Statement of Financial Position at 31 December 2016 yılda accordance with IFRS 37 nə deyir? Deyir ki, Inspire'nin hüquqşünasları, bir növ vəkilləri, Inspire'nin vəkilləri belə deyim, pozuntu iddiasına görür və onun vəkilləri hesab edirlər ki, məhkəmə işi rədd etməsi 30% ehtimaldır. Amma işin yəni qarşı tərəfin xeyrinə udulması, qarşı tərəfin xeyrinə olması 20% ehtimal var ki, bu 100.000 ABŞ dolları məbləğində, yəni bir növ təminat olsun da, burada 80% ehtimal 100.000 ABŞ dolları məbləğində təminat olacağını gözləyirlər. 20% ehtimalsa qarşı tərəfin dediyi 200.000 məbləğində təminatın olmasını. Bizdə nə demişdik? 50%-dən yuxarı olmalıdır probable olan hal. Bunu götürürsən, yəni 100.000 cavabını götürürsən burada. 50%-dən yuxarı olan hal, remote possible probable olan hal götürürsən. Virtual certain 95-100% arası olan ehtimaldır. Yəni onda heç bir tərəf heç nə tanımırdı. Burada sadəcə 50 plus ehtimal, yəni 80% olan ehtimal budur. Bunu götürürsən. Keçək bir növbəti sualımızın izahına. And entitled the required the measure of provision at the best estimation of the amount required to settle the obligation at the reporting date. Which one of the following estimate will give a best estimate when a provision involves a large population of items? 15 nömrəli testimizdə variantlara baxaq. Deməli deyir ki, the best estimation'da ən yaxşı qiymətləndirməyə əsasən yəni ola bilər. Baxaq variantlara. One which weight all possible outcomes according to their probabilities. Bütün belə deyim, mümkün yəni olanlar, mümkün nəticələr probable-a görə qiymətləndirilir. Yəni ehtimala görə qiymətləndirilir. Remote possible probable olduğu halda sən demişdin ki, biz provision tanıyacağıq. Possible da tanımırsan. Individual most likely outcome yox. Ən çox ehtimal olunan nəticə, yəni bir növ gedir virtual certain 95-100% arası olmasını göstərir. Amount higher or lower than the individual most likely outcome of the if as a possible outcome are most higher or lower. Yox. Daha yüksək və ya daha aşağı olan deyir. Yəni real limit olacaq, ya virtual certain olacaq. Bunların heç biri. Bizə lazım olan probable olan haldır. Tamam, bu da doğrudur. Bir növbəti mövzumuzun sonuna gəldik. Əgər hər hansısa bir sualınız olarsa, mənə YouTube kanalı üzərindən və yaxud da ki 077 327 2377 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.